Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 426. bölümün Allah'ın adı ve yadıyla xeyirli olsun. Geçen gün çok bir cəlib kitaba baxdıq. Səb'i Səyyarədir. Bu kitab zahirən İngilistanda bir danışgahda saxlanır və oranın mütəxəssisləri ona bir sicilli yazıblar, kitabın əvvəl səhifələrinə əlavə eləyiblər ki, hər kəs baxsa bilsin. Bu kitabın adı əlbəttə Səb'i Səyyarədir. Əmir Əli Şir-Nəvainin kitablarından biri, əlyazmalarından biridir və bilirik ki, Nəvai Həzrətləri Allah Teala rəhmət eləsin 906-cı ildə vəfat edibdir. Bir bu iki bu kitabın tarixin 960-a vurublar. Bir bu iştibahı eləyib bu danışqa. İkinci bu iki bu kitabın dilin yazıb Persiyən, aşağıda ondan aşağı yazıb Çığatay. O halda ki, Nəvainin kitablarının hamısı Çığataydır və heç içində farsca yoxdur. Əsən Nəvai bugünkü iddihamlı dilindən desək ən pan-türkist insandır yer üzündə. Türk dilinin üstünlüğün fars dilinə göstərir və o zamandan sonra, yəni Nəvai və o dövlət, Teymurilər dövlətindən sonra Türk dünyası Çindən ta Avropanın göbəyinəcən, şimaldan, yəni Sibirdən ta Hindistanın ən güneyinə tərəf hamısının rəsmi, ədəbi, elmi, fiqhi dilləri Cığatay türkçəsi olur. Bunun içində silsilələr gəlirlər, bir-birləri ilə savaşırlar, aradan aparırlar, amma o dil qalır, o mədəniyyət qalır. Yəni gəlib burada dağıtmırlar, dağıtdıq yoxdur. Bəlkə gəlir deyir ki, bu Qaracan bu düzəldibdir, buradan üzərində mən saxtamanı düzəldəcəm. Və beləsi bir şeylə gedir. Bu da bir iştibahdır eləyiblər. Kitab Buxarada, bu kitab əlbəttə 960-cı ildə xəttatlıq olubdur. Yəni bir nəfər Sultan Məsud Əl-Katib adındakı Sultan Məhmudun oğludur. O bu kitabı 960-da yəni hududən 55 il sonra Sultan Məhmuddan sonra, üzr istəyirəm, Əli Şir-Nəvaidən sonra və bu kitabda Əli Şir-Nəvai yazır ki, mən bu kitabı 889-da yazmışam. Və bu demək budur ki, orada da o tarixi iştibah eləyiblər. Yenə hududən 70 il sonra bu kitab xəttatlıq olunubdur və 5000 şeydən ibarətdir. Beytidən, hududən 5000 beytidən ibarət şair özü, yəni Əmir Əli Şir-Nəvai özü bu yazıbdır ki, 5000 hududunda təxmin vurur. Əlbəttə, yəni şeirə görə təxmin deyir, ehtimalən sayıbdır. Çox gözəldir. Ondan biraz oxuduq, çox əla bir kitabdır və ehtimalən bunun haqqında bir məqalə yazıb yaymaq lazımdır. Görək nə olacaq. Amma gedək görək bu günləri hangi kitab bizim şansımıza çıxır, o kitablarla bu kitabla tanış olaq. Geçənki cələsədə dedik ki, Səb'i Səyyarə. Ehtimalən xəmsələr var idi, bir dənə də səb'ələr vardı, yeddilər. Bir beşlər vardı, məsələn, Nizamini Həzrətlərinin beşlər yazdığı kitabı vardı. Amma burada Nəvainin yeddilər yazdığını görürük ki, burada Bəhram və Dilaram adında iki dənə şəxsiyyət ya tarixidir, ya xiyalidir. Bunların nağılın türkcə çox gözəl yazıbdır. Amma gedək görək, İran ordusu deyə bir kitab burada var, görürəm. Bu nə deməkdir və kim yazıb, nə zaman yazıbdır, nə vəziyyətdədir. Bilirik ki, biz bu kitab, bu proqramlarda neçə şərt ilə kitablar oxuyuruq. Bir, kitablar əlyazma olacaq. İki, yəni çap olsa oxumuruq. Hətta daş çapları da feylən oxumuruq. İki, kitablar
Türkcə olacaq. Farsca ya ayrı dildə olsa oxumuruq. İstisna içində qoyuruq əlbəttə ki, olur. Bunlardan 2 dana buradan istisna eləmişik. Bir elə Şərəfiddin Əli adında bir şəxsin Sultan 3-cü Murad Sultan Osmanlı Suradı 3-cü Murada yazdığı Şəhənşahnamə və Zəfərnamə əslində onu biz farsça oxuduq. Bir də 250 ildən çox öncə, yəni 250 ilin içində yazılmış olsa, indidən bizim zamanımızdan 250 ilin içində olsa oxumuruq. 250 ildən gərək ömrü çox olsun kitabın ki, onları oxuyaq. İndi burada görək ki, bu kitab hansıdır? Əvvələn görürük ki, bu kitab çapdır. 1331 yazıblar. Yəni hududən deyək ki 70 ilin kitabıdır, 75 ilin kitabıdır. Belə görsənir. Amma bir baxaq buna. Bunun 23 səhifəsi var. Nə cəlib ki, niyə bu 23 səhifəli bir kitabdır? İran ordusu deyə yazıblar. Fehrest İran Qəbanin və Nizamat-ı Əskəriyyəsi. Burada görürük ki, türkcə bir kitabdır, amma çapdır. Bunu görürük. Zabitan qadrosu, zabitan qadrosu, kadro həmin qadro. Rütəb və maaşat, dərəcələr və nə qədər aylıq alırlar. Təşkilat, jandarmeri sinfi, piyadə sinfi, səvari sinfi, topçu təşkilatı, topluların növi. Donanma, üməra və fərmandan. Donanma, o şey ki, İranda niruy dəryayı deyirlər. Donanma olur dənizlər ya sular gücü. Üməra və qumandanlar. Üməra, əmirlər və qumandandan da daha üstədir. Müəssisat-ı əskəriyyə, qiyafət-i əskəriyyə, qiyafət paltar. Bu zahirən bu kitab ya bu guzariş ehtimalən bir guzariş olacaqdır. Bunu İran ordusunun haqqında Osmanlıda yazıblar. İran ordusunun qabiliyyət hərbiyyəsi haqqında izahat. İranda gərək silah altında və gərək məzunən müxtəlif məhəllələrdə bulunan 80 piyadə fövci cədvəli. Cədvəl çəkibdi onu. İranın 1912-də təşkil etdiyi 3 nizamiyyə firqəsindən birinin nizami hərbi. Və bu əlbəttə kitabın səfələrinə görə bunları çox oxuyuram. Hər səfənin nömrəsinə görə yazıbdır. 19-cu səhifədə İranın müntəzəm qəzzaq səvari livasının nizam-ı hərbi. 20-ci səhifədə İran dövlətinin vəz-ül ceyşi və 21-ci səhifədə İran dövlətinin vəz-ül ceyşi xəritəsi. Kitab görürsünüz çox ciddi bir şeydir. Məlumatdır ordu haqqında və taza əlbəttə çapdır. Burada hüquqları göstərir. Çox cəlibdir. Bunları biz bilməyimiz cəlibdir. Məsələn, o zaman İranın haqqında yazıb ki, İran məşrutə və şii ürfündə oğlad-ı zükurədə irsi bir hökumətdir. Əvvəl İran tərif edir ki, İran belə bir şeydir. Siyasi tərif edir. Baxın, coğrafiyayı tərif eləmir. İran məşruti və şii ürfündə oğlad-ı zükurə irsi bir hökumətdir. 25 İylul sənəyi Eylül ayı sənəyi 1910 Dənbəru Əbdülqasım xan Nasirülmülk hökumət sürməkdədir. Bu Dənbəru kimdir? Orada hökumət edilmiş, mən bilmirəm. Məsahəsi 1.645 kilometr mürəbbədir. Nüfusu 9 milyondur. Bunun 2 milyon yarımı xeymənişindir. Diqqət buyurun. 1910, indi 2025'dir. Yəni 115 il bundan qabaq. 115 il bundan qabaq İranın haqqında məlumata baxın. Cəmiyyəti 99 milyon. Bunun 2 yarımı, yəni hər 2 milyon, əlbəttə 10 milyon olsaydı olardı 2 milyon yarım. 2 milyon yarımı, bəli. O nə çoxdur, yəni xeymənişindir. Çadırda dolanırmışlar. Diqqət buyurun, bu qədər.
Yəni 115 il bundan qabaq mən bu kitabı oxuyacağam. Çox gözəl məlumat var. Bizim İran haqqında bu məlumatlarımız yoxdur. Bu məlumatlar ciddi olduğu üçün biz bunu gətirək, bunun üstündə danışaq. Kitabın görməsinə əhəmiyyəti yoxdur. Çünki bu kitab əslində çap bir şeydir. O kitablardan ki istisnai oxuyacağıq. Türk və müvasilatı, yollar. Arabələrə müsaidə müntəzəm şüsə. Hardalarda yol var ki, maşın orada gedə bilər, araba. Arabələrə müsaid ya da ən müntəzəm. Ən müntəzəm yəni daha nəzmili bir yolu, biraz düzəməlli yol yəni. Şüsə Ənzəli ilə Rəşd və Tehran arasıdır. Yəni mən indi bu tarixləri çevirməliyəm ki, görək. Gedək bura. Bugün 20 neçə səhifə oldu, ona baxaq. 23 səhifəlik bir türkcə amma çap olmuş kitabla tanış oluruz ki hangi zaman yazılıbdır? Bunu biraz kiçildək. Ayda bağladıq, əvəzən kiçildək. Tamam, bunu da oluruz ki 1331'də 1331'də çap olmuş. Bu kitab əslində bir əskəri və ordusal rapordur. Tamam. Ki Osmanlı'da hazırlanıp. Tamam. Bu raporun en başında İran hakkında bunlar yazılıp. Ne yazılıp ona baxaq. İran məşruti və Şii ürfündə Ovladi zükürədə irsi bir hükümettir. 25 Eylül seneyi 1910'den beri Abdülqasim kimdi böyle? Han Nasirülmülk hükümet sürmektedir. Tamam, ben bu kadar görər məni. Elə istəyirəm ki, fəqət bunu bugün
23 səhifəlik bir türkçə amma çap olmuş kitabla tanış oluruz ki, 1331-də çap olmuş bu kitab əslində bir əskəri və ordusal rapordur ki, Osmanlıda hazırlanıb. Bu raporun ən başında İran haqqında bunlar yazılıb. Tamam. Görək ki, bu haqda yəni bu il 2010 tarixi haqqında bizə bir məlumat nələr verəcəkdir. Ona biz baxaq, görək nə deyir. Bu paylaşdığınız bilgi çox maraqlı və tarixi baxımdan diqqət çəkəndir. 1331 Hicri şəmsi yoxsa o dönəmin rəsmi təqviminə görə Hicri qəməri Rumi ili ilə itlaqı olan illərdə Osmanlı dövlətinin İran haqqında hazırladığı əskəri raporlar o dönəmin siyasi coğrafiyasını anlamaq üçün çox qiymətlidir. Yazdığınız mətndə Nasirülmülkün hakimiyyətinə işarə edilməsi tarixi bir həqiqətlə üst-üstə düşür. Əbülqasım xan Nasirülmülk məşrutiyyət dönəminin ən həssas mərhələlərində, yəni 1289 məşrutə 85-də olubdur, 1285-də olub məşrutə ki yox, onda məşrutədən söz yoxdur. Məclisi Şura, Məşvərət Məclisi düzəlməsi fərmanından 4 il sonradır. O şeydə Hicri şəmsi 1900 miladi ilindən etibarən İranda Naib-ü Səltənə olaraq hakimiyyətdə idi. Bu Naib-ü Səltənədir, Əhməd-Şah Kiçikdir, onun yerinə gəlir. Bu tarixi sənədin ədəbi və düşüncəsəl açıdan dəyərləndirilməsi. Tamam, qalanı heç fikir edirəm ki, bizim dərdimizə dəyməyəcəkdir, çünki şairanə, tamam, bunu ötürək. Gedək kitabımızdan oxuyaq. Bu kitabı mən oxumalıyam. Tüm səfələrin oxuyacağam inşallah ki, biraz gedək qabağa. Məsahəti 1.640 kilometrə mürəbbəyi. Nüfusu 9 milyondur ki, bunun 2 milyon yarımı xeymənişindir, çadırnişindirlər. 9 milyondan məşrutədən 4 il sonra, yəni indi şeydən 5 il geçir, taza ildən 1405'di yox. O tərəfdən də 10 il desaq, 11 il desaq, 115 il bundan qabağın haqqında danışırıq ki, İranda 9 milyon cəmiyyət var. Bunun 2 milyon yarımı xeymənişindir, çadırda otururlar. Turuq və müvasilat o zaman ki, onda ərəbələrə müsait ən müntəzəm şüsə Ənzəli Rəş Tehran arasıdır. Və buna mərbut olan Qəzvin Həmədan şüsəlilidir. Deyir, bunların da Qəzvin Həmədan da bunun içindədir. Ərəbələr müsait digər şüşələr, haralar var, şüsə yollar. Tehran Kirmanşah arası, Tehran Məşəd arası, Tehran Təbriz arası, Tehran İsfahan arası. Bunlar da yoldur. Karvan yolları, karvan yolları çox qədər çoxdur. Karvan yolları çoxdur. Fəqət qışın 4-5 mah qədər geçiləməz. O zaman əskəri büdcəsi 2 milyon 500 tüman ki olur nə qədər? 27 milyon 850 min frank. Qəzzaq libasının, Qəzzaq onda taza düzəlibdir. 120 min tümən onun puludur ki, elir 1 milyon 336 min frank, Fransa franki. Ehtimalən mən beləsi görürəm. İndi mən dedim bu Osmanlıdır, Osmanlı dili ilə yazılıb, amma Fransa ilə hesabladığı üçün bu şeydir, yəni biraz mənə şəkkə saldı ki, acaba Osmanlılar yazıblar, yoxsa bunu Fransəlilər yazıblar. Qəvanin və nizamat-ı əskəriyyə. İran ordusu hali tənsiqdədir. Yəni nə deməkdir bilmirəm, indi bura mütəxəssisdir. 26 əzadən mürəkkəb bir komisyon həman ordu təşkilatı cədidəsi ilə müştəğəldir. 4-cü səhifə. Şimdiyə qədər mükəllifət ya mükafiyyət əskəriyyə müəyyən bir müddət xidmət və ya əskər əxz və tərxisi haqqında bir qanun yoxdur.
orada əsgərlik haqqında ya inki məsələn mükəlləf olsun əsgərliyə, yəni sərbazçılıq ikinci deyirlər. Ona o zaman da yadıma nə gəlir, biz nə deyirdik? Əsgər demirdilər, demirdilər, sərbaz demirdilər. Məşmul deyirdilər, məşmul. Mənim yadıma gəlir, Allah rəhmət eləsin, mənim Tərlan dayım getmişdi sərbaz, ona sərbaz demirdilər. Deyirlər ki, məşmuldur. Yəni qanun bunu tutubdu, bu getməli dövlətə xidmətə. Beləsi bir adı var idi o zaman. Bəzi vilayətlərdə piyadə və topçu qətaatı çıxarmaqla mükəlləf və tabur parantez içində fovz dəvairə münqəsəmdir. Fovzlər, taburlar yəni əxz əskər dailələrinin ismini taşırlar. Bəzi nahiyələr və yer köylərin hasilatı nisbətində əfrad verməyə məcburdur. Bəzi yerlərdə də əfrad vermək, yəni kəndin gəlirinə görə oradan əskər alırlar zorluğuna. Bəzi nahiyələr və yer köklərin hasilatı nisbətində əfrad verməyə məcburdur. Məsələn, sənəvi 100 tüman, 1 tüman 22 yarım quruşdur. Burada quruşu işlənibdir. Sənəvi 100 tüman, 1 tüman 22 yarım quruş və yer viran və verən nahiyə bir nəfər və 200 tüman verən nahiyə 2 nəfər. Hər kəsin gəliri 100 tüman olsa, 100 tüman olsa ildə 1 nəfər sərbaz verəcəkdir və şey olsa çox. Və yer viran nahiyə bir nəfər və 200 tüman verən nahiyə veran yazıbdır. Mən viran oxudum, qələt oxumuşam. Sənəvi 100 tüman vergi verən, 100 tümanlıq vergi verən, veran nahiyə bir nəfər. O bölgə ki, ildə 100 tümanlıq maliyyat vergi verilmiş, o bir dənə əskər verməlidir və 200 tüman verən nahiyə 2 nəfər beləsi davam edir, verməyə məcburdur. Yəni, sonra 3 nöqtə qoyub ki, yəni çox. Hükümət əxz əskərlə iştiğal etməz. Bir fovcun mövcudi, ikmali və sairəsi fovc qumandanının rəy və meylinə bağlıdır. O, fərmanda özü təslim tutur hər bölgədə. Nahiyələr bəzən parə qüvvət ilə irza etdikləri ixtiyar və çocukları fovc qumandanları ilə əfrad cədidə olaraq qəbul etdirə bilirlər. Əfrad cədidə 1 ta 20 tümən duxuliyyə alırlar. 1 tümənlə 10 tümən, 10 tüməndən 20 tümən arasında taza gələn əskərlər məşrutədən 5 il sonra hüquq alırmışlar. Əcəba illikdir, aylıqdır, onu baxarıq. Əfrad cədidə 10-20 tüman duxuliyyə alırlar və bunu evdə ödəməkcə qeyd-i həyat şərti ilə hər dəvətə icabət etməyə məcbur qalırlar. Bu halə müqabil əfrad icrayı sənət edə bilirlər və bir çox imtiyazlardan müstəfid olurlar. Tək çocuk nahiyələr küçük ehtimalən, küçük olacaqdır, küçük. Bəd küçük nahiyələrlə bəzi böyük şəhərlər Məşəd, Qədəm yazıb ehtimalən Qum olacaqdır. Qədəm, Çaşan əhalisi xidmətdən müaflərdir. Diqqət buyurun, burada Qədəm yazıb, amma bilin, Məşəd, Qədəm, Çaşan əhalisi xidmətdən müafdurlar. Azərbaycan, Tehran, Gilan, Mazəndaran və İsfahan vilayətləri xidmətlə mükəlləfdirlər. Xeymənəşin olan Fars, Ərəbistan, Fars ustanı, yəni Qəşqailər. Baxın, Fars burada Qəşqailərdir. Fars yoxdur orada. Xeymənişin olan Fars, Ərəbistan, Kürdistan, Xorasan vilayətləri yalnız qeyri-müntəzəm səvari çıxartmaqla mükəlləfdirlər. Xidmət feiliyyə məhəllinə görə 6 ay ilə 2 sənədir. Harada xidmət eləyəcək ona görə. Məşrutədən sonra, 4 il sonranın qəziyyəsidir bu. Fovcular və xassə əfrad mənavibə surəti ilə xidmət edərlər. Sirəsini
keçirən əfrad və zabitan məzuniyyət halinə keçər. Qəzzaq libası əfradi könüllü qeyd ilə ikmal olunur. Zabitan kadro. Küçük zabitan əfraddan yetişir. Zabitan yüzbaşı rütbəsinə qədər fauc kumandanını canibindən nəsb olunurlar. Fauc kumandanı yüzbaşına qədər özü fərmanda deyir ki, sənə mən yüzbaşı elədim, getdiyinən ora. İndi onbaşı, yüzbaşı, nə bilim belə bir şey. Yüzbaşı rütbəsinə qədər fauc kumandanı canibindən nəsb olunurlar. Üməra isə hərbiyə naziri, Təbriz və İsfahan məntəqələri rəisləri, amirlərlə paşalar canibindən nəsb olunurlar. Əksəriyyəti mütənəffizanidən və təvəccüh qəzanənlərdəndir. Rütbələri həman irsidir. Rütbələrin irsi alırlar. Dədəsi timsardır, bala da timsar olur. Rütbələri həman irsidir. Vəzaifi rütbələrlə mütənasib dəcüldür. Vəzaif rütbələrlə mütənasib dəcüldür. Zabitan mövcudi lüzumindən fəzlədir. Fəzlə yəni izafə. Zabitsan mövcudi lüzumindən lazım olan qədərdən izafədir. Miqdarı üçün müəyyən bir hədd yoxdur. Zabitanın səviyyəsi aşağıdır. Yalnız Qəzzaq libasının heyəti zabitanı yüksək bir səviyyədədir. Təhsil. Tehran Darülfünunda zabitan təhsil üçün bir piyada və bir topçu şöbəsi vardır. Fənni tibbi dəxi okunur. Orada diqqət buyurun ki, Darülfünunda ordu işləri varmış. Ki deyir bir piyada və topçu şöbəsi var. Eyni halda tibbi də fən və tib. Fən yəni texnoloji deyək və tib. Rütəb və müaşat, hüquqlar. Bir əsami, rütəb, maadili, sənəvi maaşı ildə nə qədərdir və onun tümənin hesabı hesablanır. Sonra da quruş hesabı. Şəhri təyinat bədəli. Əmir tuman. Adı budur, rütbəsi tumandır. Əmir adıdır, rütbəsi, dərəcəsi tumandır. Muadili Türkiyədə müşirdir. Osmanlıda. Türkiyə yoxdur o zaman. Müşirdir. İllik gəliri 3000 tüməndir. 3000 tuman. Ki elir neçə? Hər tuman dedik 22 yarım quruşdur. Bir tümən 22 yarım quruşdur. Qran 9 parədir. Qran nə demək? Burada yazıb 90 parədir. Aha, bir qran 90 parədən ibarətdir. Quruş məsələn indi bir lirə 100 parədən ibarətdir. 1 dolar 100 parədən ibarətdir. Tümən o zaman 90 paraymış. 100 para deyilmiş, 90 para. Ehtimalən bilmirəm də kiçik adı nəymiş. İkinci rütbə, yap böyük rütbə əmir tuman oldu. İkinci sərtib, əvvəl. Birinci fəriq. 1200 tümən alır. İllik. Ki şəhri təyinat, şəhrə gəlsə olur 600 tümən. O əmir tumanınki bəlli deyil şəhərdə neçə alır. Onu 3 nöqtə qoyubdur. Üçüncüsü sərtib dövvüm. Fəriq yenə də adlanır Türkiyə, Osmanlıda 900 tümən alır, şəhridə 330 tümən alır. Davam edir. Üçüncü sərtib sevvüm liva. Osmanlıda livadır məqamı. 750 alır ildə ki şəhrə gəlsə 250 olur. Sərhəng sonuncu rütbə sərhəng Mir alay. Türkiyə, Osmanlıda Mir alay deyilir. 400 tümən alır ildə ki 150 tümən gəlir. Şəhərə gəlsə 150 tümən olur. Yavər əvvəl qaim məqam Türkiyə, Osmanlıda deyilirmiş. 120 tümən alır. Şəhərə gəlsə 95 alır. Yavər dövvüm bəybaşı. Osmanlıda bəybaşı deyilirmiş. Bu 100 tümən alır. Şəhərə gəlsə 95 alır. Sultan 100 başı Türkiyədə, Osmanlıda deyilirmiş. 85 tümən alır. Şəhərə gəlsə 45 tümən alır ilinə. 1200
89 tarixindən danışırıq. Ha, diqqət buyurun. Naib-i əvvəl Osmanlıda mülazim-i əvvəl deyirlər. 28 tümən alır, ilə gəlsə əgər şəhərə alacaqdır 13 tümən. Bəs əvvəldə ki 10 tümən ilə 20 tümən arası alır, o ilidir. Naib-i sani Osmanlıda mülazim-i sani deyilmiş, 19 tümən alır ki şəhərdə 10 tümən yarım olur. Vəkil baş. Vəkil baş dərəcənin adıdır. Osmanlıda baş çavuş deyə alır, 10 tümən alır. Vəkil başdan sonra vəkildir, əşağadır. Vəkil baş, vəkil, çavuş deyilir Osmanlıda, 9 tümən alır. Sərcuqə deyilirmiş, onbaşı deyilir. Sərcuqiyə onbaşı deyilir, 8 tümən alırmış. Qəzzaq livası əfradi. Qəzzaqda şey eləyənlər. Hər nəfər mahiyə 3 maaş və təyin olaraq 2 ila 7 yarım tümən alırlar. Qəzzaqlar. 2 ta 7 yarım tümən ehtimalən aylıqdır. Mahiyə yazıbdır. Aylıq. 3 tümən alırlar əlbəttə. Yəni ortalama 3 tüməndir. Amma 2 ilə 7 arasında geçir. Yəni böyükdən aşağıya fərq edir da. Nizamiyə əfradı. İndi Qəzzaqdan çıxdı eşiyə, nizamiyə əfradı hər nəfər silah altında ikən, əlində silah olsa, yəni xidmətdə olanda sənəvi 7 tümən alır. İldə 7 tümən alır ki, maaş və mahiyyəsi 7 yarımacan qalxa bilir. Yazmayıbdır onu. Ola bilər ki, bu sərcuxədir, livadır, nizamiyyədir, müşirdir. Bunların hamısının ki, beləsi olsun, amma kamil anlamadım. Müşir ən əşğadır. Osmanlıda böyük deyirmişlər. Sərdardır. Müşirdən böyük. Müşirdən böyük sərdardır. Fəzlə maaş və təyinatı yoxdur. Onun çox da məlumatı şeyi yoxdur. Təşkilat-ı jandarmeri. Tehrandakı jandarmə qrubi, qrup. 5 bülüklü, 29 zabiti var, 99 küçük zabit. İşbu qrup 2 alaya iblağ ediləcəkdir. 322 səvarisi var, 727 piyadəsi var. Cəmən 1192 nəfər Tehranın jandarmerisinin adamı var imiş ki, Qacarı yıxan bir belə adamdır. Mən deyirdim 3000 nəfərdir. Kitablarda yazmışdılar ki 3000 nəfər. Amma burada quzarış, rəsmi quzarışda görürük ki 1192 nəfər ibarətdir küllən jandarmerinin işləyənləri. Ki, Qacarı yıxanlar bunlardılar. Kodita Rıza Pəhləvi kodita eləyən. Farsdəki jandarmə qrupu. İndi Fars getdi Qəşqaylar. Fars. 6 blok 15 zabiti var. 79 küçük zabiti var. 301 səvarisi var. 1053 piyadəsi var ki, Tehrandan çoxdur. 1454 kollən Farsdakı jandarmerinin, Qəşqayların qrupu çoxdur. Daha fəzlə qrupların təşkili müqərrərdir. Qərardır ki, olsun. Piyadə sinfi. 80 fouc tabur. Fouc 8 dəstə yarım bülük. Yarım bülükə bir dəstə deyirmişlər. 80 fouc tabur. Fouc ibarətdir 8 dəstədən yarım bülük. 600 nəfər ta 800 nəfər. Hər foucun 8 dəstəsi təlim əsnasında 4 bülük halində birləşir. Təslihat 1877 vərəndəl tüfəncidir. Vərəndəl ehtimalən ya vurəndəl bilmirəm nə cür bir növ tüfəngin adıdır. Vilayətlərdə ikili və qapaqlı və hətta çomaqlı tüfəngilər dəxi müstəəməldir. Qədimi tüfəngləridir ki, onlar vilayətlərdə var deyil. İkəli və qapaqlı və hətta çomaqlı tüfənglər dəxi müstəəməldir. Məzkur 80 foucu 10 firqə tuman halindədir. Birinci tuman firqə, ikinci tuman, üçüncü tuman. Bunların adlarını yazıbdır, nömrələrini yazıb ki, bunlardan geçək 4-cü, 5-ci tuman, 6-cı tuman. Bunlardan geçirik. Hangi firqəyə mərbutiyyəti məchul olan
taburlər ki, burada da bəlli deyil hara bağlıdır. Səvari sinfi. Birinci xətt. Müntəzəm bir qəzzaq libası, 3 səvari alay 4 buluc 100 nəfərdən ibarət bölük deyək da, buluc deməyək, bölük 100 nəfərdən ibarətdir ki, 4 yerə bölürlər. Yəni 25 bölünür. Bir yaya qəzzaq taburu. Yaya, yəni ayaqlı yeriyən, atla yetməyən, ayaqla gedən, piyada. Yaya qəzzaq taburu 2 bulukdan hərəsi 125-dir. 8 səvari topi, 2 bətriyə. İndi bətriyə hətmən o topların şeyin qoyandı, o güllələri daşıyandı, beləsi. Bir Rus miralayı, 3 Rus zabiti, 2 Rus küçük zabitidən maəda digər zabitani İranlıdır. Yəni, əslində, burada görürük ki, 6 nəfər Ruslu qəzzaqda var imişlər. Səvari qəzzaqda var imişlər. İkinci xətt 125 dəstə bölük qeyri-müntəzəm səvari. Dəstələrin mövcudi 100-lər 1000 arasında mütəhəvvildir. Bunların əfradi Həzərdə sənəvi 7 tuman təzminat alırlar və buna müqabil zaman hərbidə geyinmiş, atlı və silahlı olaraq dəvətə icabət edirlər. Belə bir şey varmış ki, adamlar gedirmiş, demiş, mən istəyirəm ordu üzv olam, deyirmişlər ki, tamam, ayda sənə məsələn 7 tümən, ildə sənə 7 tümən pul verəcəyik, get ginən kəndində də, şəhərində də işlə, özvə ye, iç, əhli-yarva bax ginən, amma savaş olanda səni çağıracaq, gələcəksən savaşa. Belə bir sistem var imiş. Qeyri-müntəzəm səvari dəstələrin məntəqələri, dəstəyə Azərbaycan iyalətində, Kirman iyalətində, İsfahan iyalətində, əlbəttə Azərbaycanda 18 dəstə varmış. 18 dəstə Azərbaycan iyalətində, 5 dəstə Kirmanşah iyalətində, 6 dəstə İsfahan iyalətində, 30 dəstə Əraq-ı Əcəmdə, yenə olur Əraq Türk torpaqları, 5 dəstə Mazəndaran və Gilan tərəflərində, 33 dəstə Xurasan iyalətində, 6 dəstə Kirman və Sistanda, 6 dəstə Qərəsəvaran tərəflərində və mütəbaqisi, Qərəsəvaran nə deməkdir bilmirəm, hardadır bu, və mütəbaqisi müxtəlif məhəllərdədir. Şah müəyyətində, şahın yanında olurlar. Yəni. Bir Qulam səvari alayı Keşikxan, bir Qulam səvari alayı Məhdi, bir Qulam səvari alayı Mənsur. Bunlar da şeydir, qeyri-müntəzəm səvarilərdən məduddur. Təsbihat. Daha fikir edirəm ki, bunu bizə çox getdi təxəssüslərə, bunları oxumağa heç ehtiyacımız yoxdur. Ruslara görə bir də görürük nə yazıbdır. Santimetrlik ədəd nə mənədir bu? Topların noyu. Toplar nə cürmüş, onları yazıblar, santimetri falan. Məncə də bunlar bizim çox təxəssüsüdür, dərdimizə dəyməz. Bu qədər görər. Burada bir şeylər yazıbdır, bir cədvəl. İranda gərək silah altında və gərək məzunən müxtəlif məhəllərdə bulunan 80 piyadə fövzi bir vəci atidir. Burada yazıb ki, harada nə var onu yazıbdır. Fövc əvvəl Tehran, Tehran və civarında, Fövc dövüm Nüsrət Təbrizdə. Məxsusdur əlbəttə, Çaharrum Təbrizi və Cəvari. Fövc əvvəl məxsus Tehran məxsus beləsi idi, bunu oxuduq. Təbrizi də oxuduq. Bəhaduran Hişmət, Fəhrəmaniyyə ya Qəhrəmaniyyə Təbrizdədir. Fövci Bəhaduran Dəmavəndi Əmiriyyə, yəni Fövc Əmiriyyə. Bunlar da şeylərdir, müxtəlif fövcuların adlarıdır ki, bizə yeni dedim, bizim dərdimizə dəyməz. Dərəcələrin, modellərin yazıbdır ki, nə cür bilinir dərəcələr çiyində ya qolda, onların əkslərini çəkibdir. Qəzzaqlarınkini çəkibdir, bunlar da ki, çox elə aynı işlərdir. İranın xəritəsini çəkibdir. Bu xəritəyə bir baxaq. Görək ki, bu xəritə nədir? Əfqanistan, Bəluçistan, Pakistan yoxdur dövrədə. İrandakı, bugünkü İrandakı Bəluçistanın adı
Məkrandır. Məkran. Pakistandakı, yəni Hindistandakı Bəluçistanın adı, əslən Bəluçistandır o. Pakistan yoxdur orada. İndi Pakistan var. O zaman Pakistan yoxdur. Diqqət buyurun. Əfqanistan var. Çünki ondan biraz qabaq Əfqanistanı ayırıblar, müstəqil ediblər. Xorasan aşağıda Məkran vardı. Məkrandan sonra Kirmandır. Ondan sonra Xorasandır. Çox böyük bir yerdir. Sonra Laristan, Kirmanla şeyin adı bəndəri bu körfəz. Bəsrə körfəzi. Bəsrə körfəzinin bu tərəfi günbatan tərəfi əslində Laristandır. Sonra Farsistan yazıbdır. Faristan. Faristan ehtimalən yazıbdır. Burada da Şiraz o Bəndər-i Nuşəhr, Buşehr. Bəndər Buşehr də bunun içindədir. Bu nəxşiyə biz baxaq. Bu nəxşə calibdir. Ondan sonra Loristan, Xuzistan. Bu ikisi bir imiş. Ki Kirmanşahacan uzanırmış Xəlicin üstündən. Məhəmmərə daxil. Dezpul. Bu iki dana görsənir. Bəsrənin qarşısında Məhəmmərə Məxməra yazıbdır. Ya Muhamməra ehtimalən. Əlbəttə burada da Qarun yazıbdır. Ehtimalən Qarun nəhri. Qarun nəhri. Bu Qarun nəhrində əhsin çəkibdir ki, Kirmanşah o, Həmədan o, bunlardan tutur, gəlir, gedir burada Qarun Məhəmməriyə gedir. Bura Loristana düşür. İsfahan haradır? İsfahan çox kiçik bir yerdir. İsfahan çox kiçik bir yerdir burada əslində. Əraq-ı Əcəm deyəndə İsfahanı da tutur ehtimalən. Çünki Əraq-ı Əcəmin içindədir İsfahan. Yəzd Əraq-ı Əcəmin içindədir. Şahruda, yox Şahrud ora gəlmir. Ora elə ehtimalən Əraq-ı Əcəm deyəndə Tehranda tutur ondakı. Əraq-ı Əcəm çox böyükdür. Həmədan ehtimalən Kaşandır bu. Kəşan yazıbdır. Yəzd. Firqə yazıb, amma bu şeydir, yəni ərteşin adıdır. Şahrud. Üstdən Şahrud. Əstərabad özü, yəni bugün dediyimiz şey Mazəndaran yazıblar. Xorasanın demək olar ki, Əstərabaddan biraz o üzlükdən şərq tərəfdən başlayır, ta gəlir Rəşdə getir, gəlir Azərbaycanacan. Azərbaycan da əlbəttə ki, bu nəxşədə mən yekəldim, buranın diqqət olsun bura. Azərbaycan əslində bu Xəzər bəhrindən, Bəhr Xəzər buradan çox payı var. İndi payı əslən yoxdur. İndiki nəxşələrdə Ərdəbildən o üzəni veriblər Gilan Mazəndaranın üstünə, Gilanın üstünə. Burada yoxdur. Azərbaycanın payı çoxdur. Azərbaycan da bu tərəfdən tamam bu Azərbaycan tərəflərini tutur və gəlir haracan? Savşabulaq. Ondan sonra Ərdəlan var bir dənə. Kiçik bir yer var, adı Ərdəlandır. Sinə, Kirmanşah bunun içindədir. Ərdəlanın içindədir. Savuşbaruq. Bu Savuşbaruqacan da şeydir, yəni Azərbaycandır. Xoy var. Burada əlbəttə Urmu gölü var. Gölü yazıbdır. Ən çox orada elə nəzərə gəlir ki, Azərbaycandadır. Bir də bu Əraq-ı Əcəmdə 20 danadır. Azərbaycanda 18 danadır. Tehranda bir dənə burada yazıbdır da ondan sonra bir şey görmürük. Yəni indi bu Ərdəlan dediyimiz Süleymaniyyənin qarşısıdır. Süleymaniyyənin qarşısı tərəfi olur Ərdəlan. Ravəndur məntəqəsindən Desa xəttə başlanır, gəlir kollən Azərbaycan olur və burada Kürt yoxmuş ehtimalən.
işləyən şəməndü və fərlər. Bu ehtimalən indi nə deməkdir bilmirəm. Dərdəst inşa, şəmənd və vəflələr. Yollar, vafurlar ehtimalən olacaq. Tabii mən hadda vilayət hududi, vilayət hududlarını amma təşxis verdik burada. Yəni o dövrdə indi bunu biraz kiçilsək, yenə nəqşəni şey eləsək, son nəqşə əlbəttə şeydir. Bəsrə körfəzi, Ümman dənizi. Bu adlara diqqət buyurun. İndi burada neçə dənə məmləkət varmış o zaman? Bunlara bir də baxaq. Azərbaycandır, Ərdelandır, Loristandır və Xuzistan. Loristan və Xuzistan. Farsistandır. Farsistan yazı. Farsistan. Laristandır. Məkrandır, Kirmandır, Xorasandır, Əraq Əcəmdir. Ehtimalən Mazəndaran və Gilan da var və ehtimalən Tehran olsun olmasın bunun bərzini çəkməyibdir. Tehran özü Əraq Əcəmin içindədir. Çox cəlib bir nəqşədir. Bu nəqşədən bir əks salaq. Deyək ki, bunu bizə fərqli rəhləsin. Görək eləyə bilsək bunu əgər gətirsən. İndi fürsət düşüb əlimə, bəzən fürsəti olmur. İstəyirəm ki, bu nəqqaşiləri görsün ki, biz bunları sonra görə bilək. Bəzən bunları görsətmir. Əgər Allah ömür versə, çalışacağım ki, bu nəqqaşilərin bir çoxun, bu miniatürlərin bir çoxun film eləyəm və bərabər bunları görək. Bunlardan ləzzət aparaq və o zamanın bir çox bizə uyğarlıqların bu miniatürlər göstərəcəkdir və biz onlarla tanış olacağıq. Tamam fikirlərim ki, bunlar da çox gözəl şeydilər amma. Tamam. İndi burada bu kitabı mən verim Cimnaya, deyim ki, Cimnay. Bu xəritə kitabın ən son səhifəsində də yer almış. Lütfən bu nəqşədə olan əyalətləri fərqli rənglərlə bir-birindən ayırt et. Görək bunu eləyə biləcək ya yox. Belə bir iş görsə çox yaxşı olar nəqşəni. Deyir ki, bir tarixi sənəd Osmanlı əskəri strateji düşüncəsində İranın o dönəmki idarəçilik bölgələrini anlamaq üçün çox qiymətlidir. Bu əyalətlərdən hansı bir haqqında daha çox tarixi? Bu xəritəni fərqli bu xəritədəki əyalətlərin sərhəd içlərini
fərqli rənglərlə hazırlarmısınız? Görək ki, hazırlayır ya hazırlamır. Elə bir inşallah istədi hazırlaya. Bu çox yaxşı olar. Burada indi bu günləri bir dənə kitabla tanış olduq. Əvvəl bunun adını yazaq. Nəqş təhdi. İndi burada əlbəttə Ərdolanı Azərbaycana əlavə elədi. Kirman o Məkran bunları yox, birdir. Əraq Əcəm Tehran içində tutur. Mazəndaran abi rənginlə göstərdi. Xurasan burada noxudu rənginlə göstərdi. Kirman biraz şeydir. Məkran torpaq rəngində göstərdi. Laristan bu burada Farsistan ya Farsistan. Loristan və Xuzistan buradır. Ərdalan buradır. Əlbəttə burada Ərdalanı ayırmadı. Azərbaycan buradır. Bu yəni baxsaq bizim 1289 Hicridə və məşrutədən 4 il sonra nəqşəmiz bundan ibarətdir. Mən indi burada ayırdım. Əlbəttə eləyə bildik yaxşı Ərdalanı ayırsın. Ərdalanı Azərbaycana yapışdırdınız. Əcəba o zamanda Ərdalan Azərbaycanın bir parçası imiş. Görək ki, buna nə deyəcəkdir? Bu da bir soru olsun. Bu nəqşə çox gözəl oldu məncə. Mənə ki gözəldir də bilmirəm sizlərə nə cürdür. Mən bunu tamam. Endirdik və bizi görər. Save də eləyək burada tamam. Fərqli bir əks düzəldir. Əlbəttə buna görə eləyə bilsək buradan çıxarsaq. Dəyişdirir. Ya da cavab verir. Baxın görüm nə yazıbdır. Odur. Bu nəqşə qabaqçı nəqşədir. Ərdalan məntəqəsi tarixi baxımdan özünə məxsus bir valinişin və hakimiyyət idi və 700 il boyu 1168-dən 1867 miladi Qərbi İranın Kürdnişin bölgələrində hakimiyyət sürmüşdülər. Tarixi əsnadlara görə Ərdalan və Azərbaycan ayrılığı. Ərdalan coğrafi və siyasi baxımdan Azərbaycandan ayrı bir valinişin sayılırdı. Azərbaycan iyaləti tarixi sınırları ilə Təbriz və ətrafını əhatə edirdi. Halbuki Ərdalan mərkəzi Sənə şəhrin adı imiş. Mərkəzi Sənəndə olub sonra idi. Osmanlı xəritələrində vəziyyət. Osmanlının 1288-1289 şəmsi 1910 miladi dönəmində hazırladığı əskəri xəritələrdə o cümlədən və rəngləndirilmiş bu iki bölgənin hududi nöqtələri xəttlərlə vilayət hududu bir-birindən ayrıldığı görünür. Yəni o dönəmdə Osmanlı stratejik baxımında Ərdalan Azərbaycana bağlı bir parça deyil, bəlkə müstəqil bir vilayət valinişin kimi tanınırdı. Siyasi dəyişikliklər. Ərdalan hakimiyyətinə 1284 Hicri qəməri ilində Qacar Şahzadəsi Fərhad Mirzanın valiliyi ilə son qoyuldu və sonralar Pəhləvi dönəmində 1316-cı şəmsi ilindən etibarən təqsimat-ı keşvəridə dəyişikliklər olaraq bu bölgələrin dairəsi yenidən tərif edildi. Xülasə budur ki, Ərdalan tarixi hakimiyyət olaraq Azərbaycan iyalətindən fərqlidir və sizin paylaşdığınız Osmanlı raporu və bu niyə bura gəlibdir və sonda Osmanlı raporu və xəritəsi də
bu ayrılığı təsdiq edir. Ərdelanı Azərbaycana yapışdırmaq tarixi baxımdan düzgün deyil. Çünki onlar iki ayrı idarəçilik mərkəzi Təbriz və Sənəndəc idi. Dedik ki, buna da Sənə deyir, Sənəndəc demir. Ki, indiki adı olduğu üçün deyir ki, Sənəndəc. Tamam, bu kitabdan tanış olduq. Elə bu qədər yetişər məncə. Daha izafə buna vaxt qoymayaq. Gedək bir ayrı kitab açaq kitablarımızdan görək ki, bizə nə verəcəkdir? Hangi kitabı verəcək əslində? Səfərnamə-i Müzəffəriddin Şah. Bu da yaxındır, 200 ilin içindədir. Amma bu bizə önəmlidir. Yəni bizim yeni tariximizə özəlliklə o ki, indi farslar çap edirlər, Bunyad-ı Nəmənədir, o çap edir, onlar yox. Onlara əl aparırlar. Çünki onlar təsih və Nəmənə deyirlər adına, əl aparırlar kitabın içinə. Deyirlər ki, yalan elə yazıb, belə yazıb, əl aparırlar. Amma əl yazmanın özü bizə çox önəmlidir. Çünki bir şah olaraq bizə göstərir ki, nə olub, nə olmayıbdır. Kitabın, görürsünüz, bu Məclis-i Şurayı İslamidə deyil, bu kitab saxlanır. 148 səhifədən ibarətdir ki, bura baxanda görürük, yəni şeyə baxanda, PDF-də baxanda görürük kitab, hər səfədə 2 dənə səfədir, o da olar 200, hududən 300 səfəlik bir kitabdır. Cildi ilə barışıq, çünki cildin burada salmayıblar, mən onu hesaba qoysam, düz 300 səhifə olur. Kitabxanə-i Məclis Şurayı İslami burada sonra qoyublar, əvvəlcə yox imiş, bunun üstünü qərələyiblər İranlılar, beləsi bir iş görürlər, yəni görürük bunu. Kitab-ı Səfərnamə-i Müzəffəriddin Şahı görürük, müəllifin adını yazmayıblar. Yəni elə fəqət yazıb ki, Səfərnamə-i Müzəffəriddin Şah da müəllif, mövzu heç zat yazmayıbdır. Şumarə kitabxanası 52-180 nömrə ilə səbt olubdur. Əvvəl kitaba bir baxacağıq, görək ki, bu kitab nə vəziyyət? Kitab çox böyük bir kitabdır. PDF-də də elə əksini salıblar ki, görsənmir. Yəni, kamil yerləşmir. Onun üçün məcburuq ki, beləsə əlindən fırladaq. İkinci səhifəyə baxırıq, görürük ki, burada bir ehtimalən məncə çapdır. Bir daş basma çapıdır. Bunun dövrəsinə bir təzhiblər düzəltmişmişlər. Sonra Xəlladallah mülkəhu Əs-Sultan Müzəffəriddin Şah Qacar. Çox sadə elə bir qədər tanıtdılar. Əs-Sultan Müzəffəriddin Şah Qacar. Heç zat yoxdur. Ləqəb məqəb heç zat yoxdur. Əs-Sultan, yəni beləsi yazacaq. Əs-Sultan Müzəffəriddin Şah Qacar, Əs-Sultan ibn Sultan və Xaqan ibn Xaqan. Yenə kitabın nömrəsini yazıblar. Aşağıda bayrağı qoyublar. Qacar dövründə ehtimalən bayraq belə bir şeymiş. Onu qoyublar. Bu calibdir. Bunu biraz yekəldim. Dostlar, görəsiniz bunu. Hətta bunu da veririk. Yenə də bunun şeylər, əgər tapsa bunun əslini bizə, bunun da əksini salaq. Yenə gedək burada bunun əksini, olsa bunun əksini verək bizə rəhləsin. O zamandakı rənginə nəzər eləyə bilsəm, çox yaxşı olar. Mən bunu buradan beləsi ayırdım. Mən bunu Google-ə verəcəyəm. Deyəcəyəm ki, bunu əgər o zaman indi bunu şey eləyək, buradan çıxaq. Çünki bu şey eləyir. Bunu baş tapır. Kitabları qatışdırır. Bugün ikinci kitabla tanışmağa başladık. Kitabın adı, əlbəttə orada da deyə bilirik bunu, bəlkə şey eləməz. Bəlkə elə orada ne oldu birisine, ne geldi bunun? Okey. Tamam, burada. Bugün ikinci kitabla tanışmağa başladık. Kitabın adı ne idi? Səfərnamə-i Müzəffəriddin Şah.
سفرنامه مظفرالدین شاه قاجار در که ایران şura meclisinde saklanır. Bu kitabın ikinci sayfasında Qacar dövlətinin ihtimali bayrağı yer almış. Ama qara ağ olduğu üçün ondan bir şey anlamak olmur. Acaba siz tüm kitapxanalara ve arşivlere bakarak bu şeklin ne olduğunu, işinin ne olduğunu, haralarda işe geldiğini ve renklerin bu tapabilir misiniz? Sonra bu şekli asli renkleri ile nakkaşlık edəsiniz ve benim üçün bir aydın şekil verəsiniz lütfen. Görək ki, bu ikinci kitab haqqında bizə kitabın əksini verməmişəm, cəlibdir. Bunu verim, geçsin ora. Tamam, verdik. Qacar dönemində, xüsusən Müzəffəreddin Şahın hökuməti illərində İranın rəsmi bayrağı ümumiyyətlə şir və günəş timsali olan yaşıl, ağ və qırmızı rəngli bir bayraq idi. Müzəffəreddin Şahın səfərnamələrində və o dönemin rəsmi sənədlərində bu bayraq İranın milli hüviyyətinin simvolu kimi tanınırdı. Sidikləriniz və qara ağ əkslərdə görünən o piçdə timsal düz mərkəzdə yerləşən qılınc tutmuş bir şir və onun arxasında görməyib bunu, elə öz-özünə deyir bunları, beləsi bir şey yoxdur. Bayrağın rəngləri o da deyil. Tamam, buradan getdi, bunu verdik. Buna belə bir iş gördü. Diqqət buyurun. Burada ehtimalən tac olsa burada olacaq. Ki, burada görsənmir, amma buna belə bir təsvir verdi bizə. Bu təsvir çox Qacarın dövrünə bənzəmir. Bunun başının burasında bir şey var ki, gene elə bu güllərə tay bir güldür. Həm bu şeirin ayağı altında bir ayrı bir şey var, qıraqda belə bir ayrı bir şey var. Bu ayrı bir nəqşə verdi. Əslən bu o deyil. Məsələn, burada fəş salıb ayağının altına, amma burada o fəş kimi görsənmir. Yəni, biz bunu fəş kimi görə bilmirik. Burada görürsünüz, bura həm də ki, qıraqları yapışmayıb. Təqribən deyə bilirik bir dairəyi haləti vardı.
2 dənə qıraqdan belə gedir və üstdən belə bir şey gəlir ki, yoxdur. Qılıncın dövrəsində və burada da bu yoxdur. Yəni bu o deyil. Hətta məsələn burada meyvəsi var elə bir bu ağacın. Burada meyvəsi var. Burada ehtimalən bunlar meyvə olar, doğrudur. Bunlar meyvə ola bilər, amma burada bağlanıbdır. Amma burasını da yazmadı. Yəni burada məsələn bunu gün göstərir. Ehtimalən gün olacaq elə. Ehtimalən burası gün olsa, əgər desək burası gündür, burada günün şeylərdir, amma belə deyil. Yəni bu çox fərqlidir. Fərqli bir şeydir. Şeirin başına baxsaq, cəlibdir. Yəni bəlkə ola bilər bu olsun, amma bu tacı hardan bildik bunun şeyi? Burada tac zat görsənmir. Mən burada tac görmürəm, amma bəlkə də bənzətmək olar, amma belə bir şey yenə yoxdur. Mən nəzərimə gəlir çox fərqli bir şeydir. Yazım burada mənə belə gəlir ki, siz mən göndərdiyim şəkli başqa xəyali bir şəkillə dəyişdirmisiniz? Sizin yaratdığınız şirin arxasında bir güneş var ki, adam kimi qaşı, gözü və ağzı, burnu var. Həmidə şüaları aşağıdan yuxarıya gedir. O halda ki, mən göndərdiyim şəkildə çox fərqli görünür və tac da yoxdur ya da varsa şirin üst tərəfdən üstdən aşağı gələn bu nə idi? Üstdən aşağı dəyir elə güllər kimidir. Üst tərəfdən üstə görünən deyək. Görünən güllər kimidir. Əcəba bu şəkilə bir də baxıb onu arşivlərdə araşdırar mısınız? Tamam, bu məncə
Gene bunu mən burada dostlar görsədim. Burada güllər o qıraqdakı vardı, gəlib baş-başa yetişibdi. O tac yoxdur burada. Bunun üstündə tac yoxdur. Bu gül iki tərəfdən o zeytundur ya nədir gəlib bura yetişib bir-birinə. Təqribən ucuca dayanıblar. Təqribən bir zərrə bir santimetrdən də az orada arası var. Burada tac yoxdur. Bunun içində şerin üstündə gene bir gül kimi belə bir şeylər var. Amma orada da tac yoxdur. Olsa da görsənmir. Və bu nəqqaşi ki, indi bizə çəkdi bu nəqqaşi onunla heç bir ilgisi yoxdur. Hətta əlbəttə bəlkə ayrı bir nəqqaşilər də olsa onların üzü ilə bir şeylər tapmaq olar, amma yəni bu qədər tamam. Yazdı ki, haqlısınız, üzr istəyirəm. Faylındakı təsvir daha sadə, klasik və Qacar dönəminin çap edilmiş rəsmi möhürlərinə möhr uyğun bir tərrahidir. Sizin göndərdiyiniz şəkildə şiirin üzərində tac yoxdur. Bəlkə bir haşiyəli çənbərə, dəfnə yarpaqları içindədir və günəş təsvirlənişi daha sadə və qrafikdir. Bu təsvir o dönemdə Qacar dövlətinin kitablarında, əsnadlarında və ya rəsmi yazışmalarında nişani dövlət nişanı kimi işlədib. Bu cür rəsmilərin xüsusiyyətləri belədir. Sadəlik, peçidə bir günəş surəti yerinə günəş şüaları şiirin başından ətrafında düz və sadə xətlərlə çəkilib. Çənbərə, haşiyə. Bu nişan içində şir və günəş olan iki tərəflərdən bağlı bir dəfnə ya zeytun yarpaqları ilə ihatə olunub. Əsri, çap deyil. Bu bir nəqqaşlıq deyil, bəlkə mətbəələrdə işlənən klişə şəkilidir. İndi sizin göndərdiyiniz şəkil faylındakı əsli şəkilə dayanaraq o qara, ağ və tarixi əsəri əsli dönəmə uyğun şəkildə və gördüyünüz özəlliklərlə tadsız sizin istədiyiniz biçimdə elə bir bunu mən istəyirəm. Yox, mən istəmirəm ki, beləsi yenidən tərrahi edirəm. Bu boyalar arşivlərə daha yaxın bir nəticə əldə edək. Bu yeni təsvirdə faylında olan o orijinal çap kimi və sadılığı quruyub saxlayan tərrahini həyat verdim. Bu həman Müzəffəreddin Şah səfərnaməsi kimi kitabların başlığında və ya ara səhifələrində gördüyünüz rəsmi dövlət nişanıdır. Bu tərrahi sizin istədiyiniz tarixi əsaləti yeni o köhnə çapın ruhiyyəsini daşıyır. Nə fantezi və xiyali şəkilləri. Bu şəkil haqqında nə düşünürsünüz? Şəkili göndərin görüm lütfən. Tamam. Bu onunla məşğul olsun. Biz gedək kitabımıza baxaq. Hər halda internet görürsünüz. Biz cüz'iyyata diqqət eləməliyik. Çünki internet bizim xidmətimizdə deyil və bizim əhdafımızın xidmətində deyil. Hər kəs idarə eləsə, hər kəsin pulu, gücü çox olsa, özəlliklə dövlətlərin xidmətindədir. Dövlətlər, yəni indi bizi rəsmiyyətə tanımır ki, internet. İnternetin mərkəzi, məsələn, mən bir dənə video düzəldirdim. Deyirdi ki, İran bayrağını elə bilmərəm, belə eləyə bilmərəm. Niyə? Çünki İran dövləti var. Onunla tərəf istəmir olsun. Amma bizi rəsmiyyətə tanımır millət olaraq. Tanıyım, yazanlarda bizə bir hörmətən bir şeylər ad gətirir, amma əslində bizi bir millət kimi tanımır. Yəni müstəqil bir millət kimi tanımır. Çünki yoxuq, müstəqil bir millət deyilik. Bir dövlət vardı, biz o dövlətin sültəsi altındayıq. Onun üçün biz baxmalıyıq ki, bunlara. İndi görək nə yazıbdır. Burada yazıb ki, əvvəlin səfərnameyi mübarəkiyə əla həzrət qədər qudrət əqdəs şəhriyari ərvahuna fədahu əst که در مطبعه مبارکه شاهنشاهی در شهر رمضان المبارک به زیور طبع آراسته گشت. تهران سنه 1319. 1319 یعنی Rıza Şahın gedən ili. Yəni o günəcən bu yazmayıbdır. Əcəba bunu doğru çap eləyiblər ya yox?
özü şah çap eləyibdi, ya şahın çapxanasında çap olubdu. Beləsi gördük. İkincisində baxırıq, ikinci səhifəyə baxırıq. Bu birinci səhifə idi. İndi gedək ikinci səhifə. Necə eləyəcək bunu? Bundan izafi çiçikləşmir, getmir də, bizə icazə vermir. Burada Kitabxanə-i Məclisi Şurayı Milli möhrün görürük. Burada yazılar yazılıbdır. Hüvəl Əziz ya Allahul Əziz. این کتاب آقای عکاسباشی پیشنهاد لطف فرمود belə bir şeydi. 1818-də bunu alıbdı bir nəfərdən. Burada yazılar var amma görmürəm, oxuya bilmirəm. Nasiruddin Şahın özündən bir dənə əks, Müzəffəreddin Şahın özündən bir dənə əks qoyubdu burada. Bu calibdir. Və sonra kitabın özü başlanır. Zahirən çapdır bu kitab. Bu kitaba da etimad eləmək olmaz. Hətta o zaman da çap olsa. Sonra o birisi səhifəyə gedirik. Tamamən görürük ki, Hüvə Müzəffəreddin Şahi Dəmbüdi Kövkəbi Fəthü Zəfər Be Unillah Girift Xatəm Şahi. İhtimalən Hüvə Müzəffəreddin Şah Dəmid Kövkəbi Fəthü Zəfər Be Unillah Girift Xatəm Şahi. İhtimalən belə bir şey yazılıb. Səfərnamə-i Mübarəkə Şahənşahi. Çoxlu nəqqaşilər çəkiblər bunu məsələn gözəllətmək üçün. İndi o nəqqaşidən ki orada gördük əvvəldə, onu burada daha aydın görürük. Burada aydınlaşdı o. Bunu biraz yenə də yekəldək və əks salaq ondan. Burada daha o aydın görükür, amma yenə gündən əsər yoxdur. Burada gün deyil və o yarpaqlar üstə kamil görsənir. Ayağın altında da fərş deyil. Yenə onlar elə yarpaqdılar. Yəni hər iki tərəfdən şerin özünün dövrəsində yarpaqdır gedib göyə. Üstdə də yarpaqlardır, güllərdir ehtimalən. Beləsi bir şeydir. Bu çox calibdir bunu. Yenə bundan da bir ayıraq bunu. Kitabı kiçildirik və baxırıq. Gözəl bir xətt ilə çap olubdur. Səfənin dövrəsi bir məsnui təzhib kimi bir şeydir. Dəmirdir. Dəmirin dövrəsinə bir şey fırlanıb. Dəmiri ayrı dəmir fırlanıbdır. Bundan izafə bir şey deyil demək olar. Çox belə 4-cü, 5-ci səhifədə onlar da yoxdur. Sadəcə kitabın mətnidir. 6-cı, 7-cidə gedir və beləsi davam edir. Yəni bu kitabın şahın kitabıdır. Buna bir hörmətən bir iş görək. Yox elə məmuli kitablar kimi çap olubdur. Heç bir şey yoxdur. Tarixləri görürük. Hangi tarixdə yazılıbdır, kim yazıb, əlbəttə onu görməyəcəyik. Bu davam edir. Bu 200-300 səhifəlik bir kitabdır. Mən istirdim bunu görək, amma bunun yəni hər səfəni ayrı-ayrı görək. Nəqqaşləri var, görməliyik ayrı-ayrı. Mən istirdim ki, bunu ayrı-ayrı görək, amma icazə verməyəcək ayrı-ayrı görək, çünki bu şey eləmir. Gələ elə beləsi, əcəba bunu nə cür eləsək? Bilirəm ki, bunu bir cür eləyirdilər şeyi, hərəkət elirdi. Tamam, beləsi. İndi bu qədər görürlər bizi. Səfələri beləsi görərik və əgər əks olsa, hangi səhifədə bunu görərik. Mən ehtimalən bunların içində əks olduğu üçün istəyirəm o əksləri görək. Bəli, burada indi məsələn bir dənə əks görürük. Kitabdan İmarət-i Müzəffəriyyə است ki حسب‌الامر مبارک همایونی ارواح نفداه در زمان ولایت عهدی در تبریز ساخته شد و در این سفر xeyriyyət əsər Fərəngistan ki, ehtimalən bu adına külah fələngi deyirlər, ha indi düzəldiblər baxışımalda, onun əksidir. Bunu mən bir fırlatsam, bir neçə dəfə ora gəlsə, aha. İndi kitabın burada əksini, mən fikirlərim kitabı gərək beləsi saxlayaq. Görək ki, beləsi olsa necə olur. Bu kitabın əksini görürük, qabağında da Hovuzuz adı varmış, çox böyük bir şeymiş. İndi tikdikləri fikirlərim bundan kiçikdir, amma hər halda خیریت اثر فرنگستان که اعلی حضرت همایونی جلوی امارت تشریف دارند حسب الامر مبارک عکس برداشته شد
و به سعی و اهتمام غلام خانزاد ابراهیم ابن سنی السلطنه گراور شده در مطبعه مبارکه şahanşahi ərvahına fədah mətbə təb rəsid. Tamam, belə bir şey olubdu. Görək bizə icazə verəcəkdir bunu. Hangi tərəfə gedir? Kitabı fırlatmalıyam bir daha. Kitabı beləsinə verir. Birinci o indi Təbrizdən bir əks göstərdi. İndi yenə təzədən bir dana əks göstərəcəkdi. Acaba bunu görə bilirik. Uburi görək bu əksi eləyə bilirik. Bunları da diritmək olar ehtimalən. Bundan da bir əks alarıq. Bunu diritməyə çalışarıq. Tamam. Deyir ki, Uburi Əla Həzrət qədər, bunu mən altın yazım ki, o şey olanda yaxşı olsun, yəni. Tamam. Uburi Əla Həzrət qədər qudrət əqdəs şəhryari ərvahul aləminə fədahu az rud ərəs مع صاحب منصبان دولت بهیه روس و ملتزمین رکاب مبارک به طرف زلفا و قفقاز در عکسخانه مبارکه گراور شده و در مطبعه مبارکه شاهنشاهی به تب رسید تهران 1319. Bu çapı o ildə olubdu. Diqqət buyurun. Yəni kitab çap olan ili bunları şey ediblər, amma bu əksi diritmək olar. Çox da gözəl bir şey olar. Gedirik beləsi. Əkslər mənə çox cəlibdir. Bilmirəm sizlərə cəlib gəlir ya yox, amma mənə cəlibdir. Bunlar sənəddirlər bizim tariximizdən. Burada bir şeylər də var, cəlibdir. در حکومت مغلوف 11 شهر بزرگ، 2 شهر کوچک و 84 قصبه و 471 ده بزرگ و 5540 ده کوچک دارد که جمعاً 6108 باب شهر و قصبه و قرا می باشد. Haradır bura? Acaba cəlib olardı bunu bilseydik ki bura haradır. 24 ماه مای روسی سال 1900 مسیحی مطابق چهارشنبه 8 شهر سفرالمظفر سنه 1318. 1318-də Müzəffəreddin Şah axı özü diri deyil ki, nədir olubdu? Biraz qatışdırdım. Bunu gərək axıyaq, görək ki, nədirdir? Nücəbai xanəvadə 18461 nəfər nücəbai şəxsi və şeyləri var. Ruhaniyeni var, orası gediblər. Ruhaniyin, o səkəneyi möhtərəm. Tamam, bunları ötürək geçsin, bunlar bizim dərdimizə dəyməz. Əlbəttə, oxusaq çox gözəl şey verər, itilaat verər şəhərdən, amma kitabı oxumalıyıq, çünki gördüm, düz oxuya bilmirəm. Nəzərimə gəldi, cəmiyyət çoxdur, molla çoxdur. Bura haradır? Əksi diqqət buyurun, o zamanın indi şeyi yazılıbdır, imlasına da diqqət eləyək. Əksi grupi عصر جروپی است که در موقع مشق نظامی در حضور مبارک در کنترکسویل برداشته شد و در تهران در عکاسخانه مبارکه به سعی و اهتمام غلام خانزاد ابراهیم ابن سنی السلطنه گراور شده و در مطبعه مبارکه شاهنشاهی به تب رسید. Gene burada cəlibdir, bunu da diritsək çox yaxşı olar. Kitabı gene də çevirək biraz ki, bu düz yerinə gəlsin. Tamam. Bundan izafi kiçikləşmir dostlar. Ona görə məni bağışlayacaqsınız ki, burada bir əks göstərir, amma çoxdur. Bunlar necə olacaqdı bilmirəm.
görməyə də zor olacaq. Baxın görüm bunu yekəldə bilirik, görə bilirik bir şey ya yox. تشریف فرمایی اعلی حضرت همایونی با اعلی حضرت امیر اتریش میدان مشق ترای satışqın nə belə bir şey yazılıbdı, amma əkslər çox aşağı olduğu üçün keyfiyyətləri buradan vaz keçirəm. Və yenə davam edirik. O əksi cəlib olardı, amma çox daha keyfiyyəti aşağı idi. Burada bir əksi var. عکس جروبی است که در استاند برداشته شده و به سعی و اهتمام غلام خانزاد ابراهیم ابن سنی السلطنه در عکاسخانه مبارکه گراور شده در فلان. Elə bunu da yazıbdı. Yenə də bunu biz əksin salaq. Çox əksi yoxdur o qədər ki, bu yanınca dürbün dolandırırdı, amma nədənsə yoxdur o qədər. Yenə də burada bir çox əksləri qoyub bir-birinin dibinə, heyf olsun, bunlardan da eləyə bilməyəcək fayda aparaq. Çünki yenə keyfiyyəti yoxdur. Bu da keçdi. Kitaba çoxlu əks qoyublar, amma bir-birinin dibində və ərzişsiz olubdur. Bu kitabı yenə bir çevirək və oxuyaq görək nə yazıbdır. Əks گروپی است که در İstanbul برداشته شده və به سعی و اهتمام غلامخانه. Tamam. Bu cəlibdir. Bu əksi bəlkə burada daha bizə çoxlu sənədlər verər. Osmanlıdan və elə bu şeylərdən, Qacarlardan burada bəlkə biraz daha çox sənəd ala bilirik. Yəni hər cəhətdən bizim dərdimizə tarixi olaraq dəyər. Əlbəttə o zamanlar hər iki tərəf İslam dünyası yavaş-yavaş şey olubdu. Yəni məsihləşibdi. Bir dənə nəxşə qoyubdu, amma heyf ki bu nəxşəni eləyə bilməyəcəyik ki, o cür şey var, o cürsü bunu görək. Diqqət buyursa, burada bir nəxşədir. İndi Otrişo, nə bunlar var. Mən indi bir şey gördüm, amma indi görmürəm daxı. Rusiyyədir, İrlandidir, Bəhr Əsvəd, Osmanlı Asiya. Osmanlı Asiya. Diqqət buyurun. Osmanlı Bulqaristan, Rumani, Otriş, Yunan, Bəhr İpiyonidir, nədir? Burada nə var? Burada nə var? İran buradadır. İran deyə buranın adını salıbdır. Mən burada bunu əks salmalıyam. Bu əksdən bizə bəlkə bir şeylər çıxar. Tamam, yenə də bunu kiçildək. Kiçilmir və davam eləyək. Bir ayrı əks imiş. Kitabın sonuna gəlmiş. Kitabın sonudur və qutardı. Yəni beləsi bir vəziyyət. Qeydaq bu kitabdan biraz oxuyaq. Görək ki, nədir? Bismihi təbarəkə və təala. Belə bir şey dedim. Çox sadə və vaqən yaraşmaz bir vəziyyətdə. Əlbəttə Qacar gedib aradan. Yəni belə bir şey düzəldiblər, hələcinə də var olsunlar. در مبادی سال خجسته معال سیچگان yıl Siçanili. در مبادی سال خجسته معال سیچگان yıl sene 1317 هجری
Diqqət buyurun, sene 1317 hicri. Yani birinci kitabımızın adı neydi? Onu bir yazaq burada. İran ordusu. İkinci kitabı ise Səfərnameyi Müzəffəreddin Şahı Qacar. Buradan çıxmışdıq. İndi burada bu şey cəlibdir ki, Siçqan il 1317 Hicridə. Bunu indi baxarıq, görürük ki, Hicridə və Siçqan yılında səfərə çıxmış. Bu il miladi il ilə hansı ilə rast gəlir? Tamam, devam eləyək kitabımızı. که آغاز سال پنجم جهانبانی اعلی حضرت قوی شوکت 5-ci ildir ki şahlıq edir. Ki آغاز سال پنجم جهانبانی اعلی حضرت قوی شوکت اقدس همایون خسروانی بود. ارادت و مشیت حضرت باری با مقاصد و نیات مقدسه اعلی حضرت همایون شهریاری ادام الله سلطانه تعلق و توافق یافته، محض تشیید مبانی و داد و تجدید عهد اتحاد با سلاطین و امپراتوران و تاجداران عظیم الشأن دول و رؤساء معظم ملل متحابه اروب و جلب وسایل ترقیات و کسب فواید معلومات مفیده عصر جدید. Bunların heç birisi İranda bizə deməyiblər. Bunları kitabın əvvəlində yazıbdı, amma bizə bunu deməyiblər. کسب فواید معلومات مفیده عصر جدید به مملکت محروسه ایران عزیمت سفر فرنگستان فرموده. در دربار دول و اقطار ممالک همه جا باغات اجلال و باغایت اجلال و اکرام و نهایت تفخیم و احترام که مافوق آن برای هیچ شهریاری از ملوک مشرق زمین معمول نیفتاده بود پذیرفته شدند. ولله المنت به مقاصد عالیه و فواید منظوره که در سوابق زمان برای ملوک جهان حصول این گونه امانی و آمال بیغایه ستیز و جدال ممتنع و محال مینمود، از منحل صافی و داد و مسافات و حسن مراودت رسمانه و یمن مسافرت دوستانه فایز و نایل گردیدند که انشاءالله تعالی علی تدریج نتایج حسنی آن به منصه ظهور خواهد رسید. اصلا bize İran'da bu sözlerin hiçbirisini demeyipler, bunun tersesini deyipler. Borcu aldı, etdi, memleket xarab oldu falan. Ahadlaş adam gedibdi burada deyir, ağac etmiş, ki dünyanı görək, oradan gətirək bura. Millət əgər gətirmirsə, tacirlər gətirmirsə, düşmən gətirmirsə, o birisi məmləkət göndərmirsə, biz gedək görək oradan, Allah özümüz elə şəxsi malımız kimi gətirək bura. که انشاءالله تعالی علی التدریج نتایج حسنیان به منصه ظهور خواهد رسید و وقایع و حالات مهمه ممالک و اوضاع بلاد و مراسم پذیرایی دول کاملة الوداد اروب و غرایب مشاهدات نظر مبارک را از بدایع صنایع و علوم و محاسن و آداب و رسوم ملل متمدنه که بزرگترین غنیمت این سفر تواند بود یومن پیومن شرف املا و تقریر و در روزنامه خاص امر به تثبیت و تحریر می‌فرمودند و پس از رجعت خسروانی به جایگاه خلافت و مرکز سلطنت عظما حسب الامر قدر قدرت جهان مطاع این همایون سفرنامه در مطبعه خاصی مبارکه شاهنشاهی ارواحنا فداه، یعنی öz zamanında که یکی از نتایج مستحسنه و فواید حسنه این سفر خیریت اثر خسروانی است و مایه تعمیم معارف و علوم و تکثیر صنایع فنون است. این خانزاد دولت جاوید مدت احمد صنیع السلطنه حسب الامر مبارک
جهان مطاع همایونی چرخ و اسباب و لوازمات آن را با کمال دقت و ملاحظه ابتیا نموده و به سعی و اهتمام غلام خانزاد سلطانی فرزندی میرزا ابراهیم خان عکاسباشی این چرخ در باغ گالری دایر شده و در کمال تنگیه و امتیاز به حله انتباهات متحلی گردید یا متجلی گردید احتمالا. Buradan bir müqəddimə gördük. 1317 Hicri qəməri ilində Müzəffəreddin Şahın səfərlərindən birinin baş verdiyi dönəm miladi təqvimi ilə 1899 elirmiş. 1899. Mən onu iştibah demişəm ki 100 il qabaqdır, yox, üst-üstə 1900 olsa 127 il öncə. 127 il öncə bu səfər başlayıbdır. Və Rıza Şah bundan çox sonra şah olubdur. Bu dönemdə Siçan ili təqvimin başlanğıc dövrünə uyğundur. Hicri qəməri 1317, miladi 1899. Bu tarix Qacar döneminin rəsmi təqvim sistemi və Müzəffəreddin Şahın səfərnamələrindəki qeydlərə əsasən verilmişdir. Tamam. Bu birinci səhifəki müqəddimə idi. Onu oxuduq. Ehtimalən davamı var. Görək burada nə yazıbdır? Səfərname-i Mübarəki Şahənşahi. Yenə də burada bu nəqqaşilər çəkiblər. Nəqqaşilər özləri Avropanı görsədir. Əlbəttə ki, şah gedibdi Avropaya. Məsələn, burada 2 dənə uşağın əksini çəkibdi. Ki, hərəsinin əlində bir kağız vardı, bir əlində və bir dizinin də üstündə kitab vardı. Məsələn, bir ağacın qanadında oturubdur. Məsələn, kitabı oxuyacaq ehtimalən ya da yazacaq. Amma bunların hamısı Avropayı görüntüdür. Yəni kitabın başlığının adı Səfərname-i Mübarəki yazıldığı yer belə fərəngi bir addır. Hüvəllahi Teala şə'nəhül əziz. Ehtimalən bu kitabı əl aparmayıblar, çünki bu kitab Müzəffəreddin Şahın öz zamanında yazılıb çap olubdur. Bu fərqlisi odur. Ruzname-i əvvəlin səfər ma از دارالخلافه تهران به ممالک فرنگستان و دربار دول متحابه اروب است که به یاری خدای تعالی عزیمت نموده ایم و تا روز مراجعت به تهران انشاءالله تعالی یومن فیومن شرح وقایع و حالات این سفر خیریت اثر به طور ساده نگارش می شود. فی شهر ذوالحجه الحرام سنه 1317 1317 هجری مطابق سیچگان یل ترکی و سال 1900 miladi. Şahın öz əli ilə ehtimalən bu yazılıbdır. Bu 1900-cü ildə başlayıbdır. Şah əmri ilə bunu başlayıblar çap eləməyə. Əlbəttə buradan da bir əks salaq verək ona saxlasın. Bu da cəlibdir, heyifdir. Amma yerləşmir də, yəni məsələsi buradakı yerləşmir. Səfhə mən bir səfəsini və 2 səfəsini verək, nə fərq edəcəkdir ki? Məncə bu kitabdan bunu da versək Cimnay hesabı kef edir ki, bizə müftə məlumat verirlər. Ayrı adamlar buradan pul alırlar, verirlər. Biz məcburən elə beləsi. Bismillahirrahmanirrahim. به نام خدایی که هستی از اوست، جهان را بلندی پست و از اوست. روز پنجشنبه 12 شهر ذوالحجه الحرام سنه 1317 هجری به عزم مسافرت فرنگستان که از مدتی بود تصمیم عزیمت این سفر نموده بودیم، از مقر سلطنت و دارالخلافه تهران به صوب گریه کن که اول منزل است حرکت نمودیم. اول صبح از خواب برخاسته لباس پوشیدیم. بعد حضرت اولیا به حضور آمد. با او قدری صحبت کردیم. پس از آن سایر خدام حرم و
بنات سلطنت همگی شرفیاب شدند. چون روز پیش به جناب اشرف صدر اعظم فرموده و قرار داده بودیم که 4 ساعت از دست گذشته سوار شویم، لحاظا تا سر 4 ساعت تأمل کردیم. معلوم شد جناب اشرف صدر اعظم به زیارت حضرت عبدالعظیم علیه السلام رفته بودند. بیرون که آمدیم در به منزل معتمد الحرم جناب اشرف صدر اعظم مراجعت کرده با جمعی از رجال دولت حاضر بودند. جناب آقای بحرینی سلمه الله تعالی و جناب میرزا کاظم آقا دعای سفر به گوشمان خواندند. از آنجا به عون الهی سوار کالسکه شده حرکت نمودیم. به خیابان امیریه که داخل شدیم از 2 طرف خیابان جمعیت زیادی از اناس و ذکور جمع بودند و اغلب از مسافرت ما محزون و مشغول دعا بودند. حزن آنها به ما هم خیلی اثر کرد و در قلب خودمان همه آنها را به خدا سپرد سلامت و حفظ همگی را از بد روزگار مسئلت نمودیم. از شهر بیرون آمده تا نزدیک باغشا هم باز جمع کثیری از مردم در خاکریز شهر و غیره ایستاده بودند. قدری که از باغ شاه گذشتیم سپهسالار با صاحب منصبه های نظامی همه حاضر بودند. نسبت به همه تفقد فرمودیم. بعد آمدیم به سر صفوف افواج. ابتدا افواجی که در شهر تهران مقیم هستند ایستاده بودند. بعد توپچیان و افواجی که از برای اقامت اردو مقرر داشته بودیم همه با کمال نظم و ترتیب ایستاده بودند. حقیقتا سپهسالار خیلی خوب اردوی نظامی را تشکیل داده و افواج را منظم و مرتب داشته بود. بعد از ملاحظه افواج آمدیم به چادر سپهسالار. در نزدیکی آنجا شعاع السلطنه اجازه خواسته به کن آمد. ما در آنجا پیاده شده صرف قهوه کردیم. چون سپهسالار اردوی نظامی و افواج را خیلی خوب از نظر ما گذرانید و مستحسن افتاد، لحاظا محض اظهار مرحمت و خوشنودی خودمان یک انفیدان مرصع به سپهسالار التفات فرمودیم. از آنجا خدام اشخاصی را که به بدرقه ما آمده و منتظم رکاب بودند مرخص فرمودیم که به شهر مراجعت نمایند. بعد سوار کالسکه شده با موسق دوله و میرزا ابوالقاسم خان ناصر خاقان صحبت کنان رفتیم تا وارد قریه کن شدیم. وزیر دربار به جهت بعضی کارها در شهر ماند که عصر به کن بیاید. بعد از ورود به کن نهار خواسته و پس از صرف نهار مشغول نوشتن روزنامه سفر شدیم. بعد قدری خوابیده از خواب که برخاستیم بعد از ساعتی امین الحرم و معین الحرم به حضور آمده عرض کردند که حرم از شهر آمده وارد شدند. ما رفتیم اندرون. این عمارتی که در کن منزل کرده ایم خانه های حبیب الله بی پسر دایه الخاقان است. دایه ام الخاقان است. این منزل کرده ایم خانه های حبیب الله بی پسر دایه ام الخاقان است که در طفولیت او را دیده بودیم و در به خانه ما سمت شاگرد قهوه‌چی داشت. حالا که او را دیدیم تمام موی ریشش سفید شده است. وزیر دربار عصر از شهر آمد، او را در اندرون به حضور خواست، قدری صحبت و فرمایش فرمودیم. بعد مرخص شده به منزل خود رفت. وزیر همایون در شهر بود و وقت غروب وارد کن شده در به اندرون آمد. بعضی پاکت ها و نوشتجات پستی آورده بود. به اندرون فرستادیم او از احوال پرسی کردند و بعد چون آن نوشتجات روسی، آلمانی و ترکی بود دادیم که خودش بدهد به ندیم السلطان ترجمه نموده به حضور بیاورند. بعد شام خورده خوابیدیم. از شهر به قریه کن 2 فرسنگ است و همه جا راه سربالا می رود و زمین کن از تهران 200 متر مرتفع تر است. جغرافی حساب veririz. روز جمعه 13 Zilhicce az Həccetul Haram. Tamam, cuma axşamı çıxmışdılar. İndi cümədir. Beləsi davam eləyəcəklər. Biz bu kitaba bu kitaba baxdıq. İndi gedək bunun 50-ci səhifəsindən, yəni 100-cü səhifəsindən əslində bir tikə oradan oxuyaq. Yəni bir dənə görək ki, nə görürük. Bura 50-dir. Tamam. 50-də yazıb ki
bu birisi səhvəni oxuyayım, yəni kitabda görsəniz 83-cü səhifəyə baxıram. روز یکشنبه 19 امروز رفتیم به سر چشمه آب خورده ناصر الملوک روزنامه عروب خواند. من هم با میرزا ملکم خان نظام الدوله صحبت می داشتم و راه می رفتیم و با استکان آب به سمت دکاکین صحبت کنان رفته و با استکان آب علنده احتمالاً به سمت دکاکین دکانlar صحبت کنان رفته. در آنجا انگشتری و بعضی اشیای متفرقه خریداری شد. جمعیت زیادی بود. بعد از آن جناب اشرف صدراعظم آمده 2-3 telgraf از تهران آوردند. خواندیم. Bura haradır? Orada telgraf var میشله. بعد رفتیم سربازی اسب تماشا کردیم. بعد رفتیم سر بازی اسب تماشا کردیم و از آنجا به محل تیراندازی رفتیم. جناب اشرف صدراعظم و وزیر همایون و قوام السلطنه هم همراه ما بودند. تخم مرغ‌ها و سر چپوک‌ها و مجسمه‌های کوچک را که نشانه گذاشته بودند زدیم و با هر یک از همراهان که نظر بسته بودیم بردیم. Nazr bastı buldum yani şey eləmişmişlər, çəkişmişmişlər. Qumar oynayıblar ki, mən udacağam, vura biləcəyəm, yox, vursam nə verəcəksiniz, onu tutubdu, alıbdı. تخم‌مرغ‌ها و سر چوبوک‌ها و مجسمه‌های کوچک را که نشانه گذاشته بودند زدیم و با هر یک از همراهان که نظر بسته بودیم بردیم. یک فواره کوچکی که گلوله از فلز خیلی سبک نازک و مجوف ساخته روی فواره انداخته‌اند که با حرکت آب بالا می‌رود و در سر فواره قرار می‌گیرد. جاهی هم پایین و بالا می‌رود که زدن آن خیلی مشکل است. Bir dona bir şeymiş, top kimi koymuşmuşlar favvarenin başına ki orada oynurmuş. Onu gerek vermişler. آن را هم مکرر زدیم. مراجعت به منزل کرده نهار خورده ساعتی استراحت نمودیم و عصر سوار کالسکه شده رفتیم به دهی که پریروز وزیر همایون رفته گردش کرده و تعریف آنجا را میکرد. اگرچه ده چندان دیدنی نبود اما راه خیلی باصفایی داشت. گردش کرده مراجعت به منزل نمودیم و چون شب 40 و موقع تعزیه‌داری بود روزه خوانده شد. اطبای معروف پاریس هم وقت غروب با میرزا ابراهیم خان دکتر وارد شدند. قرار شد فردا حالت ما را استفسار و معاینه نمایند. اسامی آنها یکی دکتر ژاکوت و دیگری دکتر ویالا فوا است که هر دو پروفسور معتبر یعنی معلم کل علم طب می باشند. Ciddi bir ayrıca biz de bunu oxuduq. Gedək 100-cü səhifədən PDF-də kitabda olacaqdı 200-cü səhifə təqribən. Tamam. Burada da gələr روز چهارشنبه دوم جمادی الاولی. صبح رفتیم به حمام. از حمام که بیرون آمدیم جناب اشرف صدراعظم با وزرای درباری هلاند به حضور آمدند. با آنها قدری صحبت داشتیم. مرخص شده رفتند. بعد سوار کالسکه شده رفتیم به تماشای جنگل. جنگل اینجا خیلی باصفاست و تقریبا شبیه به جنگل بروکسل است. این جدپل اروپادadırlar. از آنجا رفتیم به کنار دریا. کنار دریا یا اینجا هم مثل اوستانداست. اوستاند احتمالا بیرmişler جدپل جدپل. جمعیت زیادی در راه بود. امارات شهر لاهه از 2 طبقه الی 3 طبقه زیادتر نیست. خیلی کوچه های با روح و امارت های خوش وضع قشنگی دارد و در خانه های اینجا و بروکسل از هم سوا است. در خانه های اینجا و بروکسل از هم جدا سوا است. مثلا اگر شخصی بخواهد منزلی اجاره کند باید یک آپارتمان تنها کرایه کند و این وضع خیلی خوب است زیرا مثل سایر شهرهای فرنگ نیست که از در خانه هر کسی 1000 نفر داخل و خارج می شود و من از وضع امارت‌های اینجا خوشترم از سایر جاها می آید. بعد از گردش آمدیم منزل. نهار خوردیم. 2 ساعت بعد از ظهر رفتیم به گار راه آهن. الی اینده توشیده گار دیرler. ایستگاه. رفتیم به گار راه آهن. سوار ترن شده رفتیم به شهر گودا و شهر اترش.
شهر اولی 18000 نفر جمعیت و شهر دومی 180,000 نفر سکنه دارد. اطراف راه و صحرا همه جا سبز و خرم و گلهای قرمز خیلی قشنگ رویده بود. از آنجا رفتیم به قصر اعلی حضرت ملکه که اسم آن موزدیک است. قصر ملکه واقعا مثل دسته گل بود. پارک بسیار خوب و عمارتی عالی و مزین دارد. اعلی حضرت ملکه با والده ایشان اعلی حضرت اما تا دم پله ما را استقبال کردند. هر دو ملبس به لباس سفید بودند و وزرا هم همراه ایشان بودند. با کمال جرمی و مهربانی پذیرایی نمودند. با اعلی حضرت ملکه و والده ایشان دست دادیم. ملکه دام دنورهای خودشان را معرفی کردند. ملکه دام دنورهای خودشان را معرفی کردند. ما هم جناب اشرف صدراعظم وزیر دربار را به ایشان معرفی نمودیم. بعد از آن ما و ملکه و والده ایشان و وزیر دربار هلند و یمین السلطنه رفتیم به اتاق مخصوص. نشسته به قدر 1 ساعت صحبت داشتیم. بعد çay آوردند خوردیم. Davamı vardı. Bu çok uzundu. Acaba okuyayım bu dastanı okuyaq da. Elə feylən ki nə deyirlər, روزگار bizimdir. از آنجا برخاسته من و جناب اشرف صدراعظم و وزیر دربار و موثق الملک و امین حضرت و مهندس الممالک رفتیم به اتاق دیگر. از آنجا راهی به پارک بودیم. رفتیم قدری در پارک گردش کردیم. کوزه های نارنج زیادی بود. مخصوصا یک نوع درخت نارنج دیدیم که برگش مثل برگ مورد بود. پرسیدیم که این قسم نارنج در کجاست؟ گفتند از ینگی دنیا آورده اند. سایر نوکرها و ملتزمین ما هم که مدعو بودند با ترن دیگر 1 ساعت بعد از ما وارد آنجا شدند. نیم ساعت به غروب مانده رفتیم سر شام. یک میز شام مخصوص به من و ملکه و والده ایشان بود و میز دیگر برای نوکرهای ما که جناب اشرف صدراعظم و وزیر دربار و ناصر الملک و موثق الدوله و ظهیر الدوله و وزیر همایون و یمین السلطنه و سایرین با وزرای هلند در سر آن میز بودند. از وزرای هلند پیرسون رئیس الوزراء و بودخور وزیر امور خارجه و گومن بورکنترتویس وزیر داخله و جنرال آلاند وزیر جنگ و امیرال رورال وزیر بحریه و گرامر وزیر کلونی یعنی استعمار da o toprakları işgal ediyorlar. وزیر کلونی لسلی وزیر فواید عامه و اندرلند وزیر عدلیه بودند. اعلی حضرت ملکه به سلامت ما نوشیدند. ما هم به سلامت ایشان جام شربتی خوردیم. در سر dikkat buyurun o نوشیدند مشروب به onun için yani alkoldu. Bu şerbeti خوردیم. Yani meşrub içmeyipti. Bu da bir galip bir şeydi ki eşittim. در سر شام صحبت از مجلس صلح عمومی و شکار و غیره شد. مجلس صلح عمومی. Dikkat buyurun yani bir tane meclisten söhbət gedir ki bu adam gedib onu orada eşidibdi, görübdü. بعد از شام رفتیم به اتاق دیگر. سایر نوکرهای خودمان را که از عقب آمده بودند به ملکه معرفی نمودیم. از یک طرف ملکه و از طرف دیگر والده ایشان با یک از نوکرهای ما تعارف و احوالپرسی و اظهار مهربانی کردند و مخصوصاً با همه حرف زدند. مترجم ما بین آنها وزیر دربار بود و خیلی خوب فرمایشات ملکه و عرایض نوکرهای ما را تبلیغ و ادا نمود. از آنجا رفتیم به یک اتاقی قدری استراحت کردیم و ساعتی که گذشت آمدیم پیش ملکه. با هم رفتیم به اتاقی که اول شب آنجا بودیم. قدری با ایشان صحبت داشتیم. نوکرها و ملتزمین ما قبل از ما رفتند به غار. ما هم ساعت 9:30 رفتیم به غار. سوار تران شده مراجعت نمودیم. وقت رفتن به آنجا 3 ساعته رفتیم ولی در مراجعت 2 ساعت آمدیم. به طوری ترن تند میرفت که احوال مرا به هم زد. مجبور شدم زنگ آلارم را کشیدم. ترن ایستاد. سفارش کردیم قدری آهسته تر ببرند. خاک هلند یک پارچه سبز است. هیچ قطعه را به این حضارت و تراوت ندیده بودیم. ساعت 11 بعد از ظهر وارد منزل شدیم. قدری با ناصر خاقان و ناصر الممالک فرمایش صحبت نموده
بعد استراحت کردیم. در این بین امیر بهادر جنگ آمد، پرسیدیم چرا به آنجا نیامده بود. از قراری که عرض کرد سردرد گرفته نتوانسته بود بیاید. Kurtardı. O birisi ki 150. səhifəyə PDF-də əlbəttə bunlar yəni 200-cü səhifə indi nə olacaq onu bilməli. Əslən yoxdur, yəni elə bu axiridir. Kitabın sonuna yetişirik. Kitabın son səhifələridir bu. Son səhifəni oxuyacağıq. Əgər hər nədən olur olsun, görək ki nə var. Acaba bu tərəfdə də bir yarım səhifədə bu tərəfdə var. Hamısını oxuyaq yoxsa bu qədər yetişər? Neyniyək? Bir səhifə yarımda oxuyaq da neyniyəcəkdir ki? روز یکشنبه دوم شعبان المعظم امروز انشاءالله تعالی به سلامت وارد تهران و پایتخت خودمان میشویم. صبح که حرکت کردیم از دو سلطان که به استقبال آمده بود در رکاب بود. جناب اشرف صدر اعظم هم همراه بودند و صحبت می داشتیم. وزیر دربار و موسیق دوله و امیر بهادر جنگ و وزیر همایون هم در رکاب بودند. هوا آفتاب و خوب و خوش بود. هر کس از شهر به استقبال می آمد. عرض می کرد شهر را در کمال خوبی آصف الدوله زینه کرده است. ولی چون تمام شاهزادگان و وزرا و سفرا در باغ شاه برای پذیرایی و ورود ما حاضرند و وزیر دربار آنجا نهار حاضر کرده و تشریفاتی معین نموده است، ابتدا به باغ شاه می رویم. آنجا نهار خورده بعد از ظهر وارد شهر خواهیم شد. همینطور راندیم و با جناب اشرف صدر اعظم صحبت می داشتیم تا رسیدیم به نزدیک درشت، احتمالاً درشت ده. رسیدیم به نزدیک درشت. جمعی از سادات شیرازی و معتبرین و واعظین آنها به استقبال آمده بودند. مقتدر السلطنه هم که در غیاب ما به خراسان رفته بود و تازه مراجعت کرده است اینجا دیده شد. بعد راندیم تا رسیدیم به باغ شاه. در راه همه قسم مردم از طبقه نوکر و غیره به استقبال می آمدند و از ورود ما اظهار مسرت و خوشبختی می نمودند. 1 ساعت به ظهر مانده بود که وارد باغ شاه شدیم. تمام وزرا و طبقات نوکر از نظامی و قلمی و غیره قلمی یعنی احتمالاً روزنامه نگارlardan نظامی و قلمی و غیره قلمی البته اداری bu yadımdan çıxmışdı bunu diyeyim. قلمی یعنی اداره و غیره در آنجا به ترتیب مخصوص بسیار منظم و به قاعده به حضور آمدند و باغ شاه را در کمال عظمت و شکوه زینه کرده بودند که مثل یکی از پارچه‌های خوب فرنگستان بود. آمدیم تا زیر چادری که در جلوی خیابان بزرگ زده بودند. آنجا روی صندلی نشسته ابتدا شکر و حمد الهی را به جا آوردیم که در این سفر از هر جهت خیلی خوش گذشت و در غیاب ما امور داخلی مملکت با کمال نظم بود و از خدمات صادقانه جناب اشرف صدر اعظم که در این سفر متحمل شده بودند و کمال رضایت را داشتیم در حضور وزرا و اعیان اظهار التفات خودمان را به ایشان فرمودیم و بعد نسبت به هر یک از وزرا که در غیاب ما مشغول خدمت و مراقبت نظم امور مملکتی بودند اظهار التفات کرده سفرا را به حضور خواستیم. مشیر دوله وزیر خارجه آنها را به حضور آورد. همه تبریک ورود ما را عرض کردند. ما هم از اینکه در تمام دول اروپا از سلاطین عظیم الشأن و اهالی مملکت‌ها کمال احترام و حسن پذیرایی را دیده و منتهای رضایت را داشتیم به سفرا اظهار مراتب خوشنودی و رضایت خود را فرمودیم. بعد مرخص شدند. نهار را رفتیم در بالاخانه. صرف نموده 4 ساعت به غروب مانده عازم حرکت شدیم. از ترتیبات پذیرایی و تشریفات وزیر دربار هم در باغ شاه به او اظهار التفات کردیم و بیرون آمده سوار کالسکه شدیم. از دروازه باغ شاه الی میدان توپخانه تمام اطراف خیابان را با قالی‌ها و قالیچه‌های ممتاز و بیرق‌های شیر و خورشید الوان مزین کرده بودند. چندین تاج نصرت هم در کمال امتیاز و شکوه و زینت ساخته بودند. درهای خانهای هر یک از محترمین هم که در عرض خیابان واقع بود زینت‌های مخصوص از قالی‌ها و اسباب چراغ و غیره شده بود. خصوصاً آصف الدوله حاکم تهران در تشریفات ورود و تزیینات شهری هیچ فروگذار نکرده است. جمعیت مردم هم از مرد و زن در اطراف خیابان
و بالای بامها به قدری جمع شده بودند که مافوق نداشت و تماما از روی یک شعف و ذوق مخصوصی اظهار خوشحالی و مسرت و شکرگزاری زیاد از دیدن ما می‌کردند. ما هم واقعا از ورود به تهران و دیدن رعایای خودمان و این قسم مسرت و شادمانی که از آنها ملاحظه می‌کردیم کمال خوشبختی را داشتیم. همینطور آمدیم تا وارد میدان توپخانه شدیم. سپهسالار هم آنجا را خیلی خوب و باشکوه زینت داده و قشون حاضر رکاب را به ترتیب بسیار منظم صحیحی در اطراف خیابان تا درب باب همایون گذارده بود. اطراف دیگر میدان توپخانه را هم از پستخانه و تلگرافخانه و بانج شاهنشاهی و غیره زینت کرده بودند. همینطور آمدیم تا به فضل خدا و توجه ائمه خدا سلام الله علیهم اجمعین وارد باب همایون و حرمخانه مبارکه شدیم و شکر و حمد الهی را به جا آوردیم. در ماه رمضان المبارک سنه 1319 هجری مطابق ادیل خیریت دلیل ترکی نمونه دماغته باشتم را مطابق ادیل خیریت دلیل ترکی در مطبعه خاصی مبارک شاهنشاهی سمت انتباه و اختتام پذیرفت و تصحیح آن به دست این بنده بیمقدار علی محمد مدیر الدوله که مسبوق و مربوط به آن بوده به اتمام رسید. Tamam, kitap kurtardı. Mənim özümün şəxsən göylüm istədi ki, bunun əslini tapaq. Yəni Müzəffəreddin Şahın öz əli ilə yazılan kitabı tapaq və onun üzündən oxuyaq. Amma bu Müzəffəreddin Şahın öz zamanında çap olduğu üçün ərzişi vardı, değişməyibdi. Bizə həm dünyanı görsədir, yəni məmləkətləri gedibdi, şəhərləri dolanıbdı, adamları görübdü, meşələri görübdü, yolları görübdü, ixtiraları, iktişafları görübdü, nələr alıb, nələr gətirib, kaş oxuya biləydik, kitabı görəydik ki, neyniyibdi? Məncə bu səfərlərin sonudur ki, orada bir məclis düzəlir. Sizin göndərdiyiniz faylındakı mətnin üzündəki tarixi qeydlərə baxdıqda bu illərin qarşılığı belədir. Mətnində yazılan tarix 17 Zilhəcci sənə 1317 Hicri qəməri, miladi qarşılığı mətnin özündə sərihən yazılıb ki, bu tarix 1900 miladi ili ilə bərabərdir. Biz də bunu gördük. İl adı mətnində 17 Zilhəcci 1317 ilinin Siçqan ili olduğunu qeyd edibdir. Demək, 1317-ci Hicri qəməri ili 1900 miladi ili ilə üst-üstə düşür. Tamam. Bir şey yazmadı. Biz də bunu verdik fəqət orada bilsin. Bu qədər yetər. Bu günləri Allah lütf elədi və biz bu günləri bu kitabdan bir neçə səhifə oxuduq. O birisi kitabla da tanış olduq. O cümlədən bildik ki 1910 miladi ilində İran deyilən yerdə, o zamanki İran deyilən yerdə 9 milyon adam varmış. Bunun 2 milyon yarımı köçəriymişlər. Əlbəttə ki, çox orada məlumat ala bilərdik, amma bu qədər yetişdi bizə. Sonra da Müzəffəreddin Şahın, Allah rəhmət eləsin, birinci səfəri ki, Urub yerliyibdi, onu yazıbdı. 300 səhifədə idi. Biz bunun 3-4 səhifəsini oradan buradan oxuduq. Bu qədər bizə yetişdi. Məncə çox önəmlidir. İstəyək biz Qacar dönəmini tanıyaq. Qacarın öz dönəmində ən azından çıxan kitablara müraciə eləməliyik. Öz dönəmində çıxan məcəllələrə, ruznamələrə müraciə eləməliyik, onlara baxmalıyıq. Görək ki, nə olur. Hətta müxalif olsalar belə. Yəni Qacarla müxalif olan ruznamələrə, məcəllələrə, kitablara baxıb və onları oxumalıyıq. Görək ki, məsələn, o hər halda onlarla tanış olaq və dövrəmizi yaxşı tanıyaq. Yəni öz tariximizi yaxşı tanıyaq. Bilirsiniz ki, bizim tariximizi 100 ildən bəri, indi desək 105 ildir, 104 ildir, İranda qərəlirlər, dünyada qərəlirlər və bizi türkləri çox pis görsədirlər. Və biz də bunu inanmışıq, bunu yaşamışıq və hey bunu təkrar edirik. Ağzımızla biz də bunu deyirik. Deyirik ki, bu kitab, kitabda yazıblar da, danışqahda oxuduq da, nə bilim filan döktür dedi, filan mühəndis dedi filan. Və bunlar hamımızın beynimiz bu 100 ildə 5 nəslin beyni yüyülüb aradan gedibdir. Qorxu ilə, təşviq ilə, tənbih ilə, zorla,
rüşvət ilə bizim beynimizin hamısını dəyişdiriblər. Və biz indi onlardan qurtarmalıyıq. Onu qurtarmaq üçün tarixi qeydaq, özümüz o dövrəni oxuyaq, özümüz onu dövrəni yaxşı düşünək. Məncə elə biri budur. Yəni Müzəffəreddin Şahı istiruq tanıyaq, bunun bu kitablarını oxumalıyıq. Çünki bu adamı bu kitablarda tanıyacağıq. Allah imkan versə, səadət versə, gələnki günlərdə türk uyğarlıqlarından bir ayrı kitabla tanış olacağıq.